Azərbaycanın rayonlarında noyabrın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin ara bir yağıntılı olacağı proqnozlaşdırılır. Yeni Sabah məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidmətinin məlumat verilib. Əsasən şərq rayonlarında yağıntının qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Bakıda və Abşeron yarımadasında noyabrın 14-ündə hava şəraitinin dəyişkən buludlu olacağı, ara bir tutulacağı, əsasən yağmursuz keçəcək. Qeyd edilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz ediləcək. Havanın temperaturu gecə 9-12, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu. Nisbi rütubət isə gecə 80-85%, gündüz 70-75% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, amma gündüzdən bəzi yerlərdə ara bir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə ara bir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 15-20. Dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.